köp üçün nə edək? Mən niyə köpürəm sualını özünüzə verin. Yəni hansı qidalardan istifadə edəndə mən köpürəm, o qidalardan uzaq durun. Məsələn, əgər sizin müəyyən dərəcədə gluten həssaslığınız varsa da, bu sizdə köp yarada bilər. Gluten həssaslığınız var. Mədə turşuluğunuz azdırsa da köp yarada bilər. Baxın, sizə problemlər sayıram. Sizin yanaşmanız nədir? Köp üçün nə edə bilərəm? Mədə turşuluğun aşağıdır sənin, misal üçün deyirəm. Köp üçün nəsə də elədin, eləmədin, nə fərqi var? Mədə turşuluğunu mədəni müalicə etdirməlisən bu məqamda. Köp simptomdur. Köp problemin simptomudur. Həmin problemi həll etməyincə köpdə heç yerə getməyəcək. SIBO deyilən problem var. Qalın bağırsağımız var, nazik bağırsağımız var. Nazik bağırsaqda demək olar ki, bakteriya olmamalıdır. Nazik bağırsağa lazımından çox bakteriyalar keçir, qarın şişir olur, meteorizm qalır, qarın şişir olur belə. Köp üçün nəsə də eləsən bu problem aradan qalxmayacaq. Çünki problem sənin bağırsaqlarını, sən bağırsağını müalicə elətdirməlisən. Yəni nə qədər bu simptom müalicəsi ilə məşğul olacağıq biz. Bədənimiz yazıq qışqırır ki, ay qardaş, ay bacı, ölürəm mən. Amma dili yoxdur desin, köp verir. Sən də deyirsən ki, elə bir ki, o deyir kimsə də deyirsə, kəs səsini. Bax, o köpü müalicə eləməklə ona kəs səsini deyirsən. O susur bir müddət. Simptom müalicəsi ilə məşğul olduqca bizim axırımız heç yana gedib çıxmayacaq. Mədə, bağırsaq sistemi gastroenteroloq baxır. Qalın bağırsaqda olan problemlərə proktolog baxır. Onlara müraciət eləməlisiniz.